Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bu günləri 25 iyun 2025-ci il lisey və gimnaziyalara qəbul imtahanı 6-cı sinifdən 7-ci sinifə qəbul üçün imtahanların Azərbaycan dilindən testlərin izahına baxacağıq. Videoya keçməmişdən əvvəl səhifəmizə abunə olmağı və videoları bəyənməyi unutmayın. İlk sualımız. Ahəng qanunu pozulmuş sözü müəyyən edin. Nəğməkar, doğrudur, A bəndi. Hansı bədii sözlər sinonim deyil? Xeyirxah, zəhmətkeş, A bəndi, sinonim bunlar deyil. Kökləri eyni olan düzəltmə sözləri müəyyən edin. Kökləri eyni olsun. Sonuncu, sonluq. Sözün kökü son olur, sonuncu olur, son olur, sonluq olur. Bu da doğru. İsimləşmiş sayın işləndiyi cümləni müəyyən edin. Axırıncı söz mənim idi. Hansı söz bu deyil? Minlərlə insan bu da deyil. Bu hadisə çoxdan olmuşdu. Bu da deyil. Narazı olanlar birincilərdir. Bəli, birinci siniflərdir yəni. Verilmiş sözlərdən biri həm inkar şəkilçisi feil, həm də leksik şəkilçili isim kimi düşünülə bilər. Bölmə. Bir var çörəyi bölmə, bir var da bölmə əməliyyatı. C bəndi. Hansı şəkilçi türk sözünün kökündəki son samitin tələffüzü dəyişər? Bu sözlər istisna sözlərdir. Bunlarda heç bir fərq olmaz. Daha sonra. Qeyri-müəyyən əvəzliyi müəyyən edin. Nə isə doğru variant. Mənsubiyyət şəkilçili iki sözün işləndiyi cümləni müəyyən edin. Burada C bəndinə baxaq. Şairin Yəlikal əsəri mənsubiyyət, Molla Nəsrəddinin qeyri-müəyyən Yəlikal jurnalı mənsubiyyət. Və əsəri və jurnalı cavab C bəndi. Növbəti sual 9-cu sualımız. Hansı cümlədə verilmiş tələblərin eyni anda hər üçünə uyğun gələn söz var? 1. Çox mənalı sözdür. 2. Sinonimi var. 3. Qurluqsa düzəltmə sözdür. Burada düzəltmə sözdür. Düzəltmək istəyir. Parlaq. Parlayır. Parlaq olur. Çox mənalı sözdür. Parlaq işıq həqiqi. Parlaq insan məcazi. Sinonimi var. İşıqla parlaq. Necə? Cavab B. 10-cu sual. Verilmiş cümlənin təhlili ilə bağlı düzgün fikri müəyyən edin. Gecələr kəndin aşağısında gözəl bir mənzərə yaradır. Baxaq burada. Gecələr sualından asılı olaraq isim və zərf kimi işlənə bilər. Gecələr kəndin aşağısında gözəl bir mənzərə yaradır. Nə? Gecələr isim yaradır. Nə zaman gecələr düz deyir? Yaradır. Keçmiş zaman şəkilçili təsdiqdə işlənmiş feildir. Yarat sözün kökü. Baxaq. Yaratmaq sözün kökü. İndiki zaman. Keçmiş zaman səhv deyir. Deməli cavabımız elə yox. Düzgün bizdən düzgün istəyirdi. B səhvdir. A doğrudur. A doğrudursa elə A bəndidir. Digərinə baxaq. Aşağısında yerli hallı ümumi isimdir. Aşağı zərfdir. Getdi. Mənzərə yalnız adlıq, hallı söz kimi düşünülə bilər. Mənzərəni yaradır. Bu da təsirli şəxs kimi düşünmək olur. Növbəti sualımız. Müddətlik sözünün fonetik təhlili ilə bağlı düzgün fikri müəyyən edin. Müddət. Boşa d-larda heç bir fərq olmur. Düz deyil. Lik isə xışdırıq kimi tələffüz. Müddət dix l-dıya çevriləcək. Ki də xışdırıqa çevriləcək. Baxaq. Deyilişi ilə yazışı arasında iki fərqli məqam var. Düzgün istəyir. İki fərqli məqam düz deyir. Həm sözün kökündə, həm də şəkilçinin tərkibində tələffüz fərqi var. Müddət kökündə xeyr, tələffüz fərqi olmadı. Qoşa cingitili samit səslərdən biri kar tələffüz olunur. Səhv deyir, d-lar olduğu kimi qalacaq. Y cingitili samitin kar qarşılıq işlənmişdir, yəni xışdırıq işlənmişdir. Bu doğru fikirdir. Eyni səs 3 dəfə təkrarlanıb. D, qoşa D burada, bir də burada. Düz deyir. Deməli 1, 4, 5. 1, 4, 5, B bəndi. 12-17-ci suallar aşağıdakı mətn əsasında hazırlanmışdır.
İnsanlar bir-birindən təkcə anadan gəlmə xüsusiyyətləri ilə fərqlənmirlər. Zaman keçdikcə cəmiyyətin təsiri ilə insanlar arasında yeni fərq xüsusiyyətlər ortaya çıxır. Təhsil aldığın məktəb, yaşadığın mühit səndə xarakter və maraq formalaşdıra bilər. Buna görə də illər ötdükcə xarakterdə fərqlilik yaranması qaçılmazdır. Sübut olunub ki, hər bir insan doğulanda müsbət xüsusiyyətlərlə doğulur. Ancaq uşaqlıq dövründə qarşılaşdığı müsbət və mənfi hadisələr bu xüsusiyyətlərin üzə çıxmasına və ya yox olmasına təsir edir. Yalnız bir şeyi dəqiq söyləmək olur. Bir insanın daxilində hansısa his yoxdursa, ona tərbiyəvi yolla təsir etmək mümkün deyil. Həmçinin insanın daxilindəki istər onun tərbiyəsinin formalaşmasına təsir göstərir. Deməli, ətraf mühit uşağın daxilindəki ən yaxşı cəhətlərin aşkarlanmasına da səbəb ola bilir. İstedadı məhv edərək psixoloji problemlərin yaranmasına da gətirib çıxara bilər. 12. Altına xətt çəkilmiş sözü məna baxımından hansı məcazi ifadə ilə əvəz etmək olar? Demək, ən yaxşı cəhətlərin aşkarlanmasına. Bizdən istəyir məcazi mənalı ifadəni. Gözə aşkarlanmasına səbəb, ən yaxşı cəhətlərin aşkarlanmasına, üzə çıxmasına. Üzə çıxmaq, bu məcazi mənalı ifadədir. 13. Mətndə tünd qara hərflərlə verilmiş sözün kontekstdəki mənasını müəyyən edin. Tünd qara hərflərlə. O, ətraf mühit uşağın daxilindəki mühit. Mühit sözünə baxaq. Burada mühit sözü insanları əhatə edən ictimai şərait ilə abəndir. Növbəti suala baxaq. Üzərində rəqəm qoyulmuş sözlər hansı sözlər məcazi məna daşıyır? Baxaq. Burada var, yox, o bir səhifədədir. Burada baxsaq, deməli, xüsusiyyətlər ortaya çıxır. Ortaya çıxmağa məcazi mənalı bir. Təhsil aldığı təhsil pulu deyil ki, alasan. Bu da 2, 1, 2. Yaşadığı mühit səndə xarakter və maraq formalaşır. Xarakter həqiqi mənadadır. Buna görə də illər ötdükcə, illər keçir, ötür. Bu da həqiqi mənadadır. 1, 2. Cavab burada A bəndi 1, 2. Aşağıdakı cümlələrdən biri kursivlə verilmiş fikri əsaslandıra bilər. Kursivlə verilən fikir bir insanın daxilində hansısa hiss yoxdursa, ona tərbiyəvi yolla təsir etmək mümkün deyil. Baxaq. Burada elə B bəndinə baxaq. Əgər bir insanda mərhəmət hissi yoxdursa, kənar təsirlər həmin hissi formalaşdıra bilməz. Bəli, elə cavab B bəndi. Növbəti suala baxaq. Hansı fikirləri həm giriş, həm də əsas hissəyə aid etmək olar? Deməli, baxaq, giriş hissəyə baxaq. İnsanlar bir-birindən təkcə anadan gəlmə xüsusiyyətləri ilə fərqlənmirlər. Eyni zamanda cəmiyyətin təsiri ilə insanlar arasında yeni fərqli xüsusiyyətlər də ortaya çıxır. Bir dənə indi həmin suala geri dönək. Əsas hissəyə də aydındır. Deməli, ətrafımız bizim dəyişməyimizə səbəb ola bilər. Var idi orada. Götürək. İnsanlar bəzi xüsusiyyətlərinin dəyişməsində mühit də acizdir. Belə bir bu girişdə yoxdur. Uşaqların xarakteri xarici təsir nəticəsində formalaşa bilər. Girişdə var idi. Deməli, 1 ilə 3, 1 ilə 3 A bəndi. İnsan bir ömür eyni xasiyyətdə qalır. Bu fikir isə yanlışdır. Davam edək. Növbəti sual. Verilmiş faktlardan ikisini mətnə əsasən əsaslandırmaq olar. İnsanların davranışı təkcə onun böyüdüyü ailədən asılı deyil, bəli, mühitdən də asılıdır. Bu bir götürəcəyik. Əvvəldən oxşar xüsusiyyətə malik olanlar sonradan fərqlənə bilərlər. Bəli, sonradan cəmiyyətin təsiri ilə fərqlənmə olur. 1, 2 elə A bəndi. Hər bir şəxsə tərbiyə ötürən yeganə mühit ailədir. Xeyr, yeganə mühit ailə deyil. Zaman bir çox dərdlərin dərmanıdır. Bu belə bir söhbət getmədi. Cavab 1, 2. Növbəti sualımız. Düzgün fikir və nümunəni müəyyən edin. 1. Cümlə yalnız baş üzvlərdən ibarət ola bilir. Dənizin sonsuz gözəllikləri göz oxşayırdı. Nə edirdi? Göz oxşayırdı. Xəbər. Nə? Dənizin sonsuz gözəllikləri bu da üçüncü növdə ifadə olunmuş mübtəda. Bu doğru fikirdir.
Mübtəda heç də həmişə cümlənin əvvəlində işlənmir. Nazimin fikirlərindən atası baş açmadı. Nə etmədi? Atası baş açmadı. Nə etmədi? Baş açmadı. Kim? Atası. Nədən? Nazimin fikirlərindən. Tamamladı. Bu da doğru fikirdir. Bir cümlədə həm feili, həm də ismi xəbər işlənə bilər. O darıxırdı. Mavi gözləri yollarda idi. Bir cümlədə həm feili, həm də ismi xəbər işlənə bilər. O darıxırdı. Nədir də darıxırdı? Bu oldu feili xəbər. Mavi gözləri yollarda idi. Nə idi? Yollarda idi. Bu da ismi xəbər. Bu da doğru fikirdir. Mübtəda və xəbər eyni anda söz birləşməsi ilə ifadə oluna bilər. Sənin gəlməyin məni təəccübləndirdi. Niyə təəccübləndirdi? Kimi məni? Bu səhvdir. Burada təəccübləndirdi xəbər məni tamamladı. Bu səhv fikirdir. Getdi. Mübtəda və xəbər cəmiyyətə görə həmişə uzlaşmalıdır. Həmişə uzlaşmalıdır söhbəti deyil də. Yəni uzlaşmaya da bilər. Bu fikir doğru fikir deyil. Heyvanlar ac susuz qaldıqlarından arıqlamışdılar. Bu doğru fikir deyil ümumiyyətlə. Getdi. Cavab 1, 2, 3, B bəndi. Verilmiş cümlə haqqında yanlış fikirləri müəyyən edin. Yaxınlıqdakı sayların şırıltılı səsləri eşidilirdi. Eşidilirdi. Xəbərdə artıq işlənən keçidçi var. Eşit sözün kökü, eşidilmək, leksik, eşidilir, indiki, eşidilirlər, cəm keçidçi, bəli. Artıq keçidçi var. Bu doğru fikirdir. Doğru götürməyəcək. Sayların. Verilmiş cümlədə həm yiyəlik, həm də mənsubiyyət keçidçili söz kimi düşünülə bilər. Həm yiyəlik, həm də mənsubiyyət keçidçili. Yaxınlıqdakı çayların şırıltısı. Çayların yiyəlik, şırıltısı mənsubiyyət. Bu da doğru fikir deyil. Deməli, ikini götürəcəyik. Buradakı yiyəlik keçidçidir. Yaxınlıqdakı düzəltmə Y zərfidir. Zərf deyil. Dakıdakı sifət düzəldir. Səhv fikirdir. Götürəcəyik. Şırıltılı. Çoxaltma dərəcəli düzəltmə sifətdir. Şırıltılı adi dərəcədədir, sifətdir, amma çoxaltma dərəcəsi deyil. Yanlış fikirdir, götürəcəyik. Səsləri, mənsubiyyət keçidçili adlı isimdir. Çayların yelkal, səsləri mənsubiyyət. Doğru fikirdir, götürməyəcəyik. Deməli 2, 3, 4. 2, 3, 4, B bəndi. Növbəti sual. Uyğunluğu müəyyən edin. Sinif və cisim sözləri bütün hal şəkilçiləri ilə işləndikdə son samitini itirir. Bu doğru deyil, çünki bunlara saitlə başlayan şəkilçi artıranda düşür. Samitlə, yəni çıxışlı qalınan yerli kənar artıranda düşmür. Deməli, bu B bəndi yanlışdır. Yönlük hal şəkilçisi artırılmış bütün sözlərdə tələffüz fərqi yaranır. Bu da yanlış. Mənim sözüm sənədir. Heç fərq yaranmadı. 5, 6, 7, 8 sayıları numarativ sözlərlə işlənir. Bu ayrı-ayrı. 5, baş qoyun, 6, baş heyvan, 7, 8, baş inək demək olur. Bu oldu doğru A bəndi. Deməli, 1, B, 2, B, 3, A. Cavab B bəndi. Növbəti. Beləliklə bir videomuzun da sonuna gəldik. Hər birinizin diqqətiniz üçün təşəkkürlər.